24-26 sentyabr tarixlərində Bakı şəhərində statistikanın inkişaf perspektivləri beynəlxalq layihələrin rolu mövzusunda 3-cü Beynəlxalq Statistika Forumu və Azərbaycanın sədrliyi ilə MDB iştirakçısı olan dövlətlərin Statistika Xidmətləri Rəhbərləri Şurasının 73-cü iclası keçirilib. İclasın yekunlarına dair kommunikə qəbul edilib. Avropa, Asiya, Amerika və Afrika qitələrini təmsil edən 16 ölkənin və 10 beynəlxalq təşkilatın nümayəndə heyətləri, tanınmış elmi ictimaiyyət xadimləri və ekspertlərin qatıldıqları forumun açılış sessiyasından sonra müasir statistikanın aktual məsələləri müzakirə olunub. 3-cü Beynəlxalq Statistika Forumu bu gün də öz işini davam etdirir. Forumun 3-cü günündə də Müstəqil Dövlətlər Birliyinə daxil olan dövlətlərin müvafiq qurumların rəhbərləri təqdimat keçirirlər. Tədbir zamanı dayanıqlı inkişaf məqsədləri ilə bağlı görülmüş işlər, qarşıda duran məsələlər, əhalinin səhiyyə alınmasının 2030-cu il mərhələsi, statistikada innovasiyalar, yeni texnologiyalar, həyata keçirilmiş struktur islahatları və digər məsələlər müzakirə olundu. Hesab edirik ki, tədbir çox faydalı oldu. Bu forumda bu sene tartışılan önemli konular işte ulusal hesapların yeni revizyonu, milli gelir hesaplarının. Bunun dışında 3. günde tartışılan yine sürdürülebilir kalkınma göstergeleri ve nüfus sayımı gibi konular çok önemli istatistik camiası için. Bu konulardaki gelişmelerin tartışılmasının da büyük katkı sağladığını düşünüyorum. Bu vesileyle bizi davet eden Bağımsız Devletler Topluluğu İstatistik Organizasyonu'na ve kardeş ülkemiz Azerbaycan'ın İstatistik Komitesi'ne teşekkürlerimi sunarım. Statistik islahatlar və inkişaf perspektivləri, statistikanı dəyişdirən innovasiyalar və beynəlxalq müqayisələr proqramı mövzularında keçirilən sessiyalarda milli statistika sistemlərinin müasirləşdirilməsi, institusional inkişaf tədbirləri, informasiya mühitində rəsmi statistikanın rolu, süni intellektin tətbiqi, smart data texnologiyaları, məlumat inteqrasiyası və inklüziv data idarəçiliyi, generativ süni intellektin statistik hesabatların keyfiyyətini artırmaq imkanları, yoxsulluğun ölçülməsi, satın alma qabiliyyəti, paritetlərinin hesablanması və onların sosial-iqtisadi təhlillərdə istifadəsi məsələləri diqqət mərkəzində olub. Milli Hesablar Sistemi 2025 əhalinin siyahıya alınması, 2030 mərhələsi mövzularında keçirilən sessiyalarda yeni Milli Hesablar Sistemi 2025 çərçivəsinin tətbiqi dəyişikliklərinin statistik praktikada əks olunması, rəqəmsal dövrdə siyahıya alınmanın yeni metodları, registr əsaslı sistemlərin üstünlükləri və süni intellektdən istifadənin imkanları ilə əlaqədar geniş fikir mübadiləsi aparılıb. Dayanıqlı inkişaf məqsədləri üzrə statistika yolun yarısı mövzusuna həsr olunmuş sessiyada isə dayanıqlı inkişaf məqsədlərinin monitorinqi sahəsində görülən işlər, alternativ məlumat mənbələrinin bu prosesdə rolu, milli göstəricilərin müəyyənləşdirilməsi, statistik potensialın ölçülməsi və beynəlxalq müqayisələrin aparılması məsələləri ətrafında müzakirələr olunub. Bağlanış mərasimində Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budağov və MDB Dövlətlərarası Statistika Komitəsinin sədri Konstantin Laykam çıxış edərək 3-cü Beynəlxalq Statistika Forumunun mühüm platforma kimi dünya ölkələrinin statistik sistemlərinin modernləşdirilməsi, müasir texnologiyaların tətbiqi, qarşılıqlı fikir və təcrübə mübadiləsi yolu ilə beynəlxalq səviyyədə vahid yanaşmaların formalaşdırılması və əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıblar.